Salam, hər vaxtınız xeyir. Həm MİQ müəllimləri, həm də sertifikasiya müəllimləri üçün ən vacib mövzulardan biri də Pol Sezan yaradıcılığıdır. Pol Sezanın yaradıcılıq mərhələlərini 5 dövrə ayırırlar. Hər dövrün özünə uyğun xüsusiyyətləri var. Burada belə bir sualımız var. Pol Sezanın yaradıcılıq mərhələləri ilə bağlı verilmiş fikirlərin hansında uyğunluq pozulmuşdur? Bizə yanlış variantı seçmək göstərilir burada. Baxırıq A variantına. Romantik dövrdə tünd qara rənglər üstünlük təşkil edir. Fiqurlar deformasiyaya uğrayır. Həqiqətən də romantik dövr ilk dövr olduğuna görə rəssam burada o qədər də peşəkar deyildi. Fiqurları deformasiyaya uğramış formada çəkirdi və tünd rənglərdən istifadə edirdi. Yəni bu düzgün variantımızdır. Baxırıq B variantına. İmpressionist dövrdə işıq, hava mühiti, zərif keçidlər və daha işıqlı rəng qamması xarakterikdir. İmpressionist dövrdə bilirik ki, rəssamlar təəssüratla çəkirdilər əsərlərini və Pol Sezan da burada daha çox rənglərdən, hava mühitindən, işıqdan istifadə edirdi. Yəni bu variantımız da düzgündür. Baxırıq C variantına. Konstruktiv dövrdə rəssam harmoniya yaratmaq üçün həndəsi formalardan tamamilə imtina edir. Baxın, bu bizim yanlış variantımızdır. Çünki konstruktiv dövrdə rəssam daha çox kvadratlardan, həndəsi formalardan istifadə edirdi. D variantına baxırıq. Sintetik dövrdə naturmortların qəlizliyi və müxtəlif ölçülü ləvazimatlarla yüklənməsi ilə seçilir. Həqiqətən də sintetik dövrdə rəssam daha çox mürəkkəb formalara, naturmortların daha çox əşyalarla yüklənməsinə üstünlük verirdi. Deməli, burada variantımız C variantı olacaq.